Bu il keçiriləcək sertifikatlaşdırma prosesindən sonra maaşını diferensial qaydada artımla alacaq müəllimlərin sayı təxminən 70 min nəfərdən çox olacaq. Bunu Məktəbi Qədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, növbəti həftə keçiriləcək imtahanlarda təxminən 22 min nəfər təhsil verənin iştirakı nəzərdə tutulur. Qeyd edim ki, prosesə hazırlıq yekunlaşmaq üzrədir. Sertifikatlaşdırma prosesinin nəticələri onu deməyə əsas verir ki, qarşıya qoyulan hədəflərə nail olunur. Hər bir vətəndaşın keyfiyyətli təhsil almaq hüququ var. Keyfiyyətli təhsil isə keyfiyyətli müəllim deməkdir. Sertifikatlaşdırma bu tələbi ödəyir. O xatırladıb ki, 2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64.901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17.426 təhsil verənin vəzifə maaşına 35%, 38.084 təhsil verənin vəzifə maaşına isə 10% artım tətbiq olunub.